Gələn il yaşayış minimumu və ehtiyac meyarının 300 manat olması nəzərdə tutulur. Bu, 2025-ci illə müqayisədə 5,3% və ya 15 manat artım deməkdir. 2026-cı ildə əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün isə 260 manat olacaq. Bəs yaşayış minimumu hansı meyarlara əsasən hesablanır? Nəzərə alsaq ki, ehtiyac meyarı, beləcə də yaşayış minimumu, o cümlədən istehlak səbəbi müəyyənləşdirən zaman minimum meyarlar nəzərə alınmaqla qərarlar verilir. Bu baxımdan təbii ki, məhz bu kontekstdən də əslində həm ehtiyac meyarı, həm yaşayış minimumunun, həm də istehlak səbəbi ilə əlaqələndirilməsi daha məqsədə uyğun olur. Çünki istehlak səbəbi məhz hər bir vətəndaşın ay ərzində tələb olunan minimum istehlakını göstərir. Yəni orada minimum istehlak səbətinin tərkibində bir insanın özünün əmək qabiliyyətinin saxlanması, ümumiyyətlə iş qabiliyyətinin saxlanması üçün, sağlamlığın minimal səviyyədə qorunması üçün həm ərzaq, həm qeyri-ərzaq, həm də xidmətlərdən istehlak normaları var ki, bir insan filan kiloqram ət yeməlidir, filan qədər un istehlak eləməlidir və yaxud və s. Ehtiyac meyarına ünvanlı dövlət sosial yardımın təyin edilməsi məqsədi ilə müraciət edilir. Belə ki, qanunvericiliyə görə bu sosial yardımı almaq hüququna orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarının cəmindən aşağı olan az təminatlı ailələr malikdirlər. Ailənin rəsmi gəlirləri olur. Görürsən, ata işləyir, ana işləyir və yaxud da hər ikisi işləyir. 5 nəfərlik ailədir, maaşlar aşağıdır. Tutaq ki, ata da 500 manat alır, ana da 500 manat alır və bu ailə 500-dən ibarətdir. Hökumət deyir ki, sizin rəsmi təsdiq edilmiş gəlirlərinizdən artıq o yaşayış minimumuna çatmayan hissəni mən sizə verəcəm ki, siz belə deyək də bu ailəni minimal standartlarla saxlaya biləsiniz. Yəni yaşayış minimumunun hesablanmasının əsas məqsədi budur. Təsdiq olunmuş gəlirləri 1000 manatsa, qalan məbləğ 500 manat şəklində 12 ay ərzində hər ay vətəndaşın hesabına, kart hesabına köçürülür. Bəs növbəti illərdə bu məbləğin daha da artma ehtimalı var? Nəzərə alsaq ki, burada artıq xərclər də dəyişib, çünki yeni xidmətlər var, yalnız internet xidmətləri deyil, eyni zamanda digər virtual xidmətlər var ki, o xidmətlərin də nəzərə alınması və istehlak səbədinə daxil edilməsinə ehtiyac var. Və nəsə də istehlak səbədinin yeniləşməsi növbəti dövrdə yaşayış minimum və ehtiyac meyarı dəyəri ilə bağlı, xüsusən də səbətə uyğunlaşmaq aspektindən yeni bir addım olacaq. Bu kontekstdən təbii ki, nəzərə alsaq ki, son illər hər iki həm yaşayış minimum, həm ehtiyac meyarında artımlar müşahidə olunur. Növbəti ildə bu davam edəcək və gözlənilir ki, bütövlükdə bu tendensiya növbəti illərdə də artım istiqamətində davam etdiriləcək. Qeyd edək ki, yaşayış minimumunun 300 manata çatdırılacağı ilə bağlı qərar 2026-cı ilin dövlət büdcəsi haqqında qanun layihəsində öz əksini tapıb.